Hayat bir mimikriyadır. İnsanlar bir-birlərini təkrarlayır. Baxıram indi çantama. Vaxt var idi. Atam da belə çantayla. Mən də böyrünə düşüb gedərdim. Şlyapada, qalstukda. Yəni kimi görürsənsə ətrafda, yaxınlıqda izbiratelini onları da seçirsən. Hətta Michael Jackson kimi rəqsi unikal sayılan insan belə James Brown, Fred Astaire kimi insanlardan müəyyən komponentləri götürmüşdü də, onların məcmusu idi. Və yenilik gətirmək üçün bu ənənəvi mühitdən kənara çıxmaq lazımdır. Ənənəvi mühitdən kənara çıxmaq lazımdır. Və bütün o iş quran, yenilik gətirən insanlar da ənənəvi mühitdən kənara çıxmışlardı. Belə danışıram, niyə ləzzət eləyir? Birinci özümə ləzzət eləyir ona görə ki, başa düşülürəm. Həyatda çox maddi, mənəvi nemətlər var ki, ləzzət də olar. İnsana ləzzət bəxş eləyir. Məsələn, bunların içində mən ən yüksək pillədə Məhəmməd Peyğəmbərin deyir, yaxşılıqdan aldığın ləzzəti heç bir nemətdən ala bilmərsən, nə maddi, nə mənəvi. Peyğəmbərin sözünə %100 əlimi qaldırıb təslim oluram, amma yaxşılıq edildiyini də dərk etmək üçün onu başa düşmək lazım idi ki, başa düşəsən ki, bu yaxşılıq edib həqiqətən. Ona görə də başa düşülmək özü də xoşbəxtlikdir.